Vaxtınız xeyirli olsun. Bu günləri isbat suallarından bir neçəsinə baxaq. Deməli, birinci sualımız belədir ki, bizə deyir, alfa üstəgəl beta üstəgəl gamma bərabərdir 360 dərəcə olarsa, tangens alfa üstəgəl tangens beta üstəgəl tangens gamma bərabərdir. Tangens alfa vurulsun tangens beta vurulsun tangens gamma bərabərliyini ispat edin. Deməli, biz bilirik ki, alfa üstə beta üstə gamma 360 dərəcə verilib. Onda biz alfa üstəgəl beta bərabərdir 360 çıxılsın gamma yaza bilərik. Sonra hər iki tərəfi tangensləsək, tangens alfa üstəgəl beta bərabərdir tangens 360 çıxılsın gamma. Sonra tangens 360 çıx gamma çevirmə düsturuna görə mənfi tangens gamma eləyir. Ondan sonra tangens alfa plus beta'nın açılış düsturuna görə bilirik ki, tangens alfa üstəgəl tangens beta bölünsün 1 çıx tangens alfa vur tangens beta bərabərdir mənfi tangens beta tangens gamma. Bir də bu düsturun isbatını vermirəm, çünki bizdə əsas məsələ yəni bu bərabərliyin isbatıdır. Sonra hər tərəfi tənasübdən vursaq bir-birinə. Alarıq ki, tangens alfa üstəgəl tangens beta bərabərdir. Mənfi tangens gammanı 1'ə vurdum, elədir mənfi tangens gamma. Mənfi tangens gammanı mənfi tangens alfa tangens beta'ya vursun, müsbət tangens alfa vurulsun tangens beta vurulsun tangens gamma. Sonra bu mənfi tangens alfanı keçirsək sol tərəfə, alarıq ki, tangens alfa üstəgəl tangens beta üstəgəl tangens gamma bərabərdir. Sağ tərəfdə də tangens alfa vurulsun tangens beta vurulsun tangens gamma. Beləliklə biz bu bərabərliyi isbat etmiş olduq. Sonra baxaq digər bir suala. Bizə deyir ki, əgər A 0-1 aralığında və B 0-1 aralığında olarsa, yəni bu o deməkdir ki, A 0-dan böyük 1-dən kiçik, B də 0-dan böyük 1-dən kiçikdir. Olarsa, isbat edin ki, loqaritma A əsasdan AB üstəgəl loqaritma B əsasdan AB böyük bərabərdir 4. Sonra biz buradan nə edirik? Biz loqaritmanın xassəsinə görə loqaritma A əsasdan AB-ni yazıram. Loqaritma A əsasdan A üstəgəl loqaritma A əsasdan B. Üstəgəl loqaritma B əsasdan AB-ni mən necə yazıram? B əsasdan AB-ni də mən yazıram ki, loqaritma B əsasdan B üstəgəl loqaritma B əsasdan A böyük bərabərdir 4. Sonra böyük bərabər 4 ilə saxlayaq. Bərabər qoyaq. Loqaritma A əsasdan A 1 eləyir, loqaritma B əsasdan B 1 eləyir. Oldu 2 üstəgəl loqaritma A əsasdan B üstəgəl loqaritma B əsasdan A. Bu da bərabərdir 2 üstəgəl loqaritma A əsasdan B, loqaritma B əsasdan A-da 1 bölünsün loqaritma A əsasdan B yazıram. Bu formada. Və biz bilirdik axı, deməli, əgər x müsbətdirsə, yəni A 0-1 aralığındadır, B də 0-1 aralığındadır, onda loqaritma A əsasdan B də müsbət ədəddir. Onda loqaritma A əsasdan B-yə biz bir T desək,
Nə alarıq bu ifadəni? Bu ifadəni alarıq ki, t üstəgəl 1 bölü t. Və t də bizdə müsbət olanda, yəni sıfırdan böyük olanda bunun ən kiçik qiyməti 2 eləyirdi. Hansı düstura görə? Bu düstura görə. A plus B kiçik bərabərdir 2 kökdə AB. A və B müsbət olanda. Yaxşı. Onda əgər t üstə 1 bölü t-nin ən kiçik qiyməti 2-dirsə, yəni loqaritma A əsasdan B üstəgəl 1 bölü loqaritma A əsasdan B-nin ən kiçik qiyməti 2-dirsə, bir də burada 2 var idi. Deməli, bunun ən kiçik qiyməti 4 edir. Ən kiçik qiyməti 4-dür. Və biz beləliklə bu bərabərsizliyi də isbat etmiş olduq.